Düz alçıpanların üstüne astar vurmayın. Bu peşekarlıq değil. Bu işi bilməməklikdir. Salam əziz dostlar, əziz Usta TV səhifəsinin izləyiciləri, hər birinizi xoş gördük. Əziz dostlar, gözəl insanlar, layihəmizin növbəti qonağı təmir və tikinti sahəsi üzrə peşəkar sənətkarlarımızdan biri Cavid Usta oldu. Cavid Ustaya canlı yayımda bir çox suallar ünvanladıq. Siz hal-hazırda Cavid Ustanın alçıbanın üzərindən astar vurmaq olar, yoxsa yox sualına verdiyi cavabı izləyəcəksiniz. Əziz dostlar, gözəl insanlar, izləyərkən takib eləməyi, bəyənməyi, rəy yazmağı unutmayın. Sizə xoş izləmələr. Cavid Usta, hal-hazırda bugün bax bizim ustalarımız arasında ən aktual olan suallardan biridir. Diqqətli olun, sualı verirəm. Tavanlara, divar ara kəsmələrinə, alçıbanın üzərindən astar vurmaq doğrudurmu, yoxsa yox? Bugün bilirsiniz, həm yaralı mızdoda, həm də ustalar arasında, ev sahipləri, iş sahipləri arasında, bəzən şirkətlər arasında ən böyük qlobal bir problemə çevrilən bir məsələdir. Dünyanın heç bir yerində alçıpanın üstündən astar vurulmur. Bu bir mənalı olaraq bütün dünyada qəbul olunub. Astar vurulmur. Biz astarı bugün Azərbaycanda alçıpanı elə bir vəziyyətə salıblar ki, malyarlarımız. Az qalsın ki, alçıpanın üstündən mayak qururlar. Hətta bəzi yerlərdə görmüşük. Mayak qururlar alçıpanın üstündən, şpaklovka doldururlar arasında. Mən sadəcə bunu demək istəyirəm ki, astar deyə bir şey yoxdur alçıpanın üstündə. Bunu çıxsaz qırağa, getsəz Rusiyaya, getsəz Türkiyəyə, getsəz Almaniyaya, orada desəz gülərlər bizə. Yəni, bəlkə də mən deyərəm, yeganə dövlət Azərbaycanlı ki, alçıpanın üstündən astar vurur. Çünki bu qumdur. Siz bu qumu düz sətin, kağız sətin üstünə niyə vurmalısınız? Astarın heç bir şeyə xeyri yoxdur ziyandan başqa. Yəni alçıbanın üzərindən. Alçıpanın üzərindən. Hətta məsəl üçün Türkiyəyə çıxsaz, Rusiyaya çıxsaz, orada heç üzlük də vurmurlar. Sadəcə araları doldururlar. Yəni alçıpanın zavatskoy desək, öz yamaları var. Onu doldururlar, faskaları açıb, faskaların yerini doldururlar. Bir də şurupların, vidaların yerini doldururlar. Ta ki o deşik olmayana qədər də bilirsiniz, bir qat doldurursan, sonra çəkir özündən, təzədən bir də doldurursan. Vurmaq istəsəniz belə alçıpanın üstündən üzlük vurun. Bantlayandan sonra üzlük vurun. Üzlüklə də şüşə kimi, qaymaq kimi də çıxır. Nə artıq ev sahibinə israf olmasın, nə özünüzə əziyyət çəkməyin. Deyə bilərlər ki, məsəl üçün, elə yerlər var, kutudur, köşəbənd atırıq. Oraları çıxmaq şərtindən. Biz düz alçıpanla danışırıq. Oralara da qatı qarışıq edirsən, astarla üzün qarışığını edirsən, sadəcə o qalınlığı almaq üçün. Qardaş, vurmayın.